İkinci Trump administrasiyası sürətlə icra edici fərmanlar və siyasət dəyişiklikləri həyata keçirib. Bunlara tariflər və hökumət agentliklərinə olan vəsait kəsintiləri daxildir. Pew Araşdırmalar Mərkəzinin fevral-mart aylarında keçirdiyi sorğuya görə Amerikalıların 31% Trump administrasiyasının addımlarını çox yaxından, 40% isə nisbətən yaxından izlədiyini bildirib. Bu 2020-ci il prezident seçkiləri və 2021-ci ildə Biden administrasiyasının ilk ayları ilə müqayisədə oxşar səviyyənin göstəricisidir. Keçmiş prezident Bidenin prezidentliyinin ilk günləri ilə müqayisədə Donald Trump administrasiyasına daha yaxından diqqət yetirənlərin faizi 31%-dən 22%-ə düşüb. Hər iki partiya administrasiyasının fəaliyyətlərinə bənzər maraq göstərir. 2021-ci ildə respublikaçılar Biden administrasiyasına demokratlardan daha az diqqət yetirirdilər. Hazırda isə 74% respublikaçı və 71% demokrat Trump administrasiyasının fəaliyyətlərini izlədiklərini bildirir. Trumpın ikinci dövründə administrasiya və kütləvi informasiya vasitələri arasındakı əlaqələr əvvəlki ilə müqayisədə daha az diqqət çəkir. 2017-ci ildə Amerikalıların 72%-i bu mövzuda çox eşitdiklərini bildirirdi. 2025-ci ildə isə bu göstərici 36%-ə qədər düşüb. 44%-i az eşitdiyini, 20%-i isə ümumiyyətlə məlumatlı olmadığını deyib. Xatırladaq ki, 2017-ci ildə bu rəqəm 6% idi. Sorğu zamanı Trump administrasiyası kütləvi informasiya vasitələrinin Ağ Evə girişini White House Correspondents Association deyil, özünün müəyyən edəcəyini elan edib. Həm respublikaçılar, həm də demokratlar 2017-ci illə müqayisədə bu əlaqələr barədə daha az eşitdiklərini bildirir. 2017-ci ildə hər iki partiyadan olan respondentlərin təxminən 74%-i Trumpın kütləvi informasiya vasitələri ilə münasibətləri barədə çox eşitdiklərini desə də, 2025-ci ildə bu göstərici respublikaçılar arasında 35%-ə, demokratlar arasında isə 40%-ə qədər düşüş edib. Gallup araşdırması göstərir ki, Amerika Birləşmiş Ştatlarının işçiləri orta iş saatları 2019-cu ildən bəri azalıb. 2019-cu ildə Amerikalı işçilər həftədə orta hesabla 44,1 saat işləyirdilər. 2024-cü ildə isə bu rəqəm 42,9 saatdır. İş saatlarındakı azalma 35 yaşdan aşağı olanlar arasında daha çox nəzərə çarpır. 2019-cu illə 2024-cü il arasında yaşlı işçilər hər biri üçün həftəlik orta hesabla 1 saatdan az iş saatı itiriblər. Gənc işçilər isə təxminən 2 saat azalmışlar. Bu, yaşlı işçilərin əlavə bir həftə tətil etməsi, gənc işçilərin isə 2 həftə tətil etməsi ilə müqayisə oluna bilər. Bu tendensiyalar həftədə ən azı 30 saat işləyən tam zamanlı işçilərə şamil edilir. İşdən tükənmə işçilərin daha az saat işləməsinin əsas səbəblərindən biri ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı işdən tükənməni xroniki stressdən qaynaqlanan işlə bağlı sindrom olaraq təsnif edib. Əvvəlki Gallup araşdırmaları göstərib idarə olunmaz iş yükü tükənmənin səbəblərindən biridir. Bu, işçilərin iş saatları həftədə 45 saata çatdıqca işdən tükənmənin daha yüksək səviyyədə yaşandığını izah edir. Çox tez-tez və ya hər zaman işdən tükəndiyini bildirən işçilərin 32%-i təşkilatlarının müştərilərə təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətinə böyük məsuliyyət daşıdıqlarını, 58%-i isə iş yoldaşlarının həmişə müştərilərə doğru olanı etdiklərini söyləyiblər. Onların 74%-i isə yeni iş axtardıqlarını bildiriblər. Çinin ən nüfuzlu tədqiqat və təhsil müəssisələrindən biri olan Çin Sosial Elmlər Akademiyası beynəlxalq miqyasda tanınan və fəaliyyət göstərən bölmələrindən biri olaraq Beynəlxalq Tədqiqatlar İnstitutuna sahibdir. KAS-ın vitse-prezidenti Wang Chanlin 2024-cü ilin istisna il olduğunu vurğulayaraq Çin iqtisadiyyatının makroiqtisadiyyatda strateji düzəlişlər və əlavə siyasət tədbirləri ilə sabit inkişaf etdiyini qeyd edib. O, sənaye və ixracat artımının gözləntiləri aşdığını, yeni istehsal güclərinin sabit inkişaf etdiyini və sosial gözləntilərin yaxşılaşdığını bildirib. 2024-cü ildə Mavi Kitab Çinin iqtisadiyyatında nəzərə çarpan struktur dəyişiklikləri və müasirləşmə prosesinin sürətləndirildiyini ortaya qoyur. Kitaba əsasən Çin iqtisadiyyatının 2024-cü ildə 4,9% artması və istehlak qiymətlərinin indeksinin 0,5% artması proqnozlaşdırılır. Mavi Kitabda yeni keyfiyyətli istehsal güclərinin davamlı inkişafı və Çinin artım modelinə geniş dəyişikliklər baş verdiyi qeyd edilir. Sənaye istehsalı davamlılıq və üstünlüklər nümayiş etdirərək sürətli artımını qoruyub saxlayıb. 2024-cü ilin ilk 3 rübündə sənaye əlavə dəyərinin ümumi artımı 5,8%-ə çatıb. Bu da pandemiyadan əvvəlki artım tempi ilə eynidir.
Çinin sənaye istehsalı sistemi və istehsal qabiliyyətləri iqtisadi göstəricilərinin mühüm xüsusiyyətlərində qalır. Əsas texnologiyalarda əldə edilən irəliləyişlər, xüsusilə yarım keçiricilərdə Çin istehsalında mühüm uğurlar əldə edib və xarici monopoliyalara meydan oxuyub. Eyni zamanda yeni sahələr və biznes modelləri sürətli inkişaf edib və yüksək texnologiya sahələri, xüsusilə avadanlıq istehsalı sənayenin əsas artım qüvvələrinə çevrilib. 2019-cu ilin sentyabr ayında KAS nümayəndə heyəti ilə Sosial Tədqiqatlar Mərkəzində görüş keçirilmiş və sosial tədqiqatlar sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin həyata keçirilməsi müzakirə olunmuşdur. Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi Türk Barometri 2024 Türk dövlətlərində təhsil sahəsində əməkdaşlığa münasibət mövzusunda aparılan tədqiqatda Türk dövlətlərində təhsil əlaqələrinin inkişaf parametrləri dəyərləndirilib. Tədqiqatın nəticəsinə görə təhsil əməkdaşlığını gücləndirmək üçün təklif olunan məsələlərdən biri ortaq koordinasiya qurumunun yaradılmasıdır. Respondentlərin 75,2%-i bu qurumu bir çox fayda təmin edəcəyini düşünür. 15,6%-i isə bunun qismən faydalı olacağını qeyd edib. 9,2%-i isə bu barədə heç bir fikrinin olmadığını bildirib. Ortaq koordinasiya qurumu Türk dövlətləri arasında təhsilin bütün sahələrində mühüm qərarların verildiyi təsisat rolu oynaya bilər. Bu qurum ortaq təhsil proqramları, kurikulum mübadiləsi, müəllim hazırlığı, ortaq əlifba və dərsliklər kimi məsələlərdə Türk dünyasının inteqrasiyasını dəstəkləyə bilər. Təhsil əməkdaşlığı üçün gələcəkdə perspektiv yaradacaq başqa bir ideya isə Türk dövlətləri arasında ortaq elm və texnologiya sərgilərinin təşkilidir. Respondentlərin 79,3%-i bunu çox faydalı olacağını düşünür. 16,2%-i isə qismən faydalı olacağı qənaətindədir. 4,5% nisbət isə bu mövzu ilə bağlı heç bir fikrinin olmadığını bildirib.